Hişam xəlifə idi. Hişam xəlifələrdən biri idi ki, İmam Baqir əleyhissalamın dövründə də xilafət eləyirdi o. Onun xilafəti dövründə yaşayıb İmam Baqir əleyhissalam. İmam Baqiri çağırtdırır, Mədinədən Şama çağırtdırır və xəlifələrin adəti var idi ki, bəhslər təşkil edirdilər ki, imamları istəyirlər təhqir eləsinlər. Güya ki, məsələn, Məsihi alimlərdən dəvət edirdilər, başqa alimlərdən ki, imamlar onların qarşısında aciz qalsın və imamları gözdən salsınlar. Bu məqsəd edirdilər, amma hər dəfə əksi baş verirdi. Bu bir qoca xristian alimini çağırmışdı, yaxud da rastlaşmışdılar o alimlə. O qoca alim, xristian alimi İmam Baqiri görəndə soruşur ki, sən bizdənsən yoxsa müsəlman? İmama deyir. Yəni xristiansan ya müsəlman? İmam buyurur ki, mən müsəlmanam. Deyir ki, alimsən və yaxud cahil? İmamı tanımır. İmamdan soruşur, alimsən yoxsa cahil? İmam buyurur, cahil deyiləm. Deyir, sən sual verirsən yoxsa mən sual verim? İmam buyurur, sən sual ver. Siz müsəlmanlar deyirsiniz ki, cənnətdə bir ağac var, Tuba ağacıdır onun adı. Onun budaqları cənnətin hər bir evinə daxil olur. Dünyada necə mənə başa salarsan? İmam buyurdu ki, günəş necə bir yerdə qərar tutub, amma şüası bütün evlərə daxil olur. Dünyada bənzəri budur. Dedi, siz deyirsiniz cənnətdə yeyərlər yemək, amma ifraz eləməzlər, ayaq yoluna üzr istəyirəm getməzlər, tər vasitəsilə çıxar yedikləri. Dünyada nümunəsi var ya yox? İmam buyurdu, bəli var, ana bətnində olan uşaq qidalanar, amma ifraz eləməz. Siz deyirsiniz ki, cənnətdə insanlar neymətlərdən yeyirlər, meyvələrdən, neymətlərdən, amma azalmır. Nə qədər istifadə olunursa azalmır. Dünyada nümunəsi var ya yox? İmam buyurdu ki, bəli var. Görürsən bir şam yanır, 100 dənə şamı o şamdan yandırırsan, o şamın nurundan azalmır. Başqa şamları yaxınlaşdırırsan, yandırırsan, amma o şamın nuru elə öz həddində qalır. Siz deyirsiniz ki, cənnətdə nə günəş var, nə ay. Onun dünyada bir bənzəri var. Buyurdu, bəli, sübh namazından gün çıxana qədər bir vaxt var ki, hava açıqdır, amma nə gecədən sayılır, nə gündüzdən. Gün çıxmayıb, amma hava açıqdır. Bunları cavab verəndə o baxır imama deyir, bəs dedin ki, alim deyirəm. İmam dedi, yox, mən dedim, cahil deyiləm. Bu bənzətmələr, oxşarlıqlar hamısı bizim zehnimizə yaxın məsələləri deyib bizi cənnətə rəğbətləndirmək üçündür. Yoxsa cənnətin həqiqəti nədir? Onun həqiqətini biz başa düşməkdə acizik. Onu biz başa düşə bilmərik. Onu gedib görmək lazımdır, biləsən.